Salam əziz həmvətənlərim. Bir məsələ ilə bağlı narahatçılığımı bildirmək istəyirəm. Aidiyyatı qurumlar güman eləyirəm ki, bu müraciətimi eşidər və bu qanunsuzluğu, özbaşınalığı, bu hüquqsuzluğu aradan qaldırarlar. Belə ki, bizə Sumqayıt şəhərindən bir neçə valideyn zəng eləyib və bildiriblər ki, Sumqayıtda bəzi məktəblərdə qız uşaqlarını, yəni hicablı qız uşaqlarının məktəbə gəlməsinlə bağlı məktəb rəhbərliyi problemlər yaradır. Yəni hətta baxın, Türkiyənin 90-cı illərdə, 80-ci illərdə yaşadığı problemləri bizə kimlərsə transformasiya eləmək istəyirlər. O ikna odaları dedikləri, inandırma otaqları deyilən bir otaqlar yaratmışlar o zaman Türkiyədə və hicablı xanımları çağırıb inandırırlar ki, başı açmaq lazımdır, bu lazım deyil, filandır, beşməkəndir. İndi də kimsə yerini bilməyən müdürlər, məktəb direktorları, müəllimlər, kimlərsə cəmaatın balalarını çağırırlar ki, sən başını niyə bağlayırsan, sən evdə məcbur eləyirlər, sən niyə baş bağlayırsan, sən cavan qızsan filan. Bu nədir, hansı qanuna istinad edirsiniz siz, nə yiyirsiniz, nə içirsiniz, harada yaşayırsınız? Azərbaycan Respublikası müsəlman ölkəsidir, əhalinin 90%-dən artıq müsəlmandır və burada istənilən bir müsəlman xanım öz başını bağlayıb işə də gedə bilər, məktəbə də gedə bilər, universitetə də gedə bilər və bu hüquq konstitusiya ilə müəyyən olunub, konstitusiya ilə qorunur. Hansısa başıboş məktəb direktorunun, hansısa başıboş təhsil işçisinin, hansısa nazirlikdə başıboş bir məmurun qeyri-rəsmi göstərişindən belə bir şeylərin edilməsi yol verilməzdir. Yəni kimlərsə, mən belə başa düşürəm ki, kimlərsə bilərəkdən əhali arasında nifaq yaratmaq istəyir, qarşıdurma yaratmaq istəyirlər. Yəni, insanların inancına, etiqadına necə dil uzada bilərsiniz? Konstitusiya ilə müəyyən olunmuş hüququ digər qanunlar məhdudlaşdıra bilməz. Konstitusiyada vicdan azadlığı var və hər bir insanın istədiyi dinə, qanunla qadağan olunmamış dinlərə, yəni o bilirsiniz də, bu qeyri-ənənəvi dinlər var, satanizm, nə bilim, şeytanizm. Bizdə tərsinədir, satanizmə, şeytanizmə heç nə demir. Amma bir müsəlman görəndə, bir saqqallı görəndə, bir hicablı görəndə, bir namaz qılan görəndə elə bir cin şeytan görürlər. Yəni, bununla bağlı mən aidiyyatı qurumlara, buradan Təhsil Nazirliyinə, Azərbaycan Respublikası Prokurorluğuna, Dövlət Təhlükəsizlik Xidmətinə səslənirəm. Kimlərsə Azərbaycanda süni şəkildə qarşıdurma yaratmaq istəyirlər. Dini zəmində insanları qarşı-qarşıya qoymaq istəyirlər. Bu araşdırılsın. Faktla bağlı qeyd edeyim, Sumqayıtda 17 saylı məktəbdə hicablı xanımların, qız uşaqlarının başlarını açaraq məktəbə gətirilməsinlə bağlı valideynlərə göstəriş veriblər. Və nə ilə əsaslandırırsınız? Bu sizə hardan gəlib deyəndə deyirlər ki, qeyri-rəsmi tapşırıqdır. Yəni, qeyri-rəsmi tapşırıq nə deməkdir? Qeyri-rəsmi mən buradan sizdən xahiş edirəm ki, çıxın binanın üstünə, atın özünüzü aşağı. Belə şey olar. İnsanların zaten Azərbaycanın en qədər problemlərimiz var. Şimaldan bir problem, cənubdan bir problem, qərbdən bir problem, özümüzün sosial problemlərimiz. Yəni bu problemləri kimlər süni şəkildə bizə eksport eləmək istəyirlər? Məqsədləri nədir? Niyyətləri nədir? Niyyətiniz nədir sizin 17 saylı Sumqayıt şəhər məktəbinin rəhbərliyi? Nə etmək istəyirsiniz? Və buradan həmin Sumqayıt şəhər icra hakimiyyətinə səslənirəm. Fərəcov, səhv eləmirəm, Zakir Fərəcova bir şəhərində nə baş verir, bir maraqlan da, nə qədər bina tikəcəksən, nə qədər torpaq satacaqsan, nə qədər ondan pul, bundan pul, bir maraqlan gör nə var, nə yox da. Maraqlan gör əhali nə edir, nə əziyyət çəkir, nə problemi var. Kim harada rəhbər təyin olunur, elə bilir ki, o atasından qalıb kürsü ona, elə bilir ki, o atasının malikanəsidir, nə istəsə eləyər. Azərbaycan Respublikasının konstitusiyası Azərbaycan xalqının qanunla yazılıb. 20 yanvarda qan töküb, Qarabağda qan töküb, can verib bu dövləti, bu qanunlar qurulub. Kimlərinsə kefinə görə olmaz. Əgər bugün kiminsə hicabına dil uzadırsınızsa, sabah da başqasının, o birisinin başqasının nə etmək istəyirsiniz? Onda sual ortalığa çıxır. Siz Bakıda məsəl üçün yəhudi məktəbləri var. Orada da gedib kapalar mı yığışdırırsınız? Və yoxsa hansısa bir xristiyan dininə etiqad eləyənə deyirsiniz ki, bunu eləməyin. Yoxsa ancaq İslamdır sizin gözünüzə girən. Bu məsələdə mən bu məsələni Türkiyənin necə illərlə geri saldığını bilirik, görürük. Bax, Türkiyədə illərlə, 30 il, 40 il hicab problemi olub. Hicablı olar, olmaz, dövlət müəssisəsində olar, olmaz, universitetə olar, olmaz, məktəbə olar, olmaz. Dünya raket düzəldir, dünya kosmosa çıxır, dünya iqtisadiyyatını yüksəldir. Türkiyə amma hicab məsələsindən əlləşir. İndi kimlərsə bizi ora
çəkməyə əlləşir. Azərbaycan 30 ildən artıqdır müstəqildir və bu günə qədər kiminsə dini, kiminsə inancı, kiminsə problem olmayıb. Kiminsə saqqallı olmağı, kiminsə hicablı olmağı dövlətə və ya dövlətçiliyə mane olmayıb, inkişafa mane olmayıb, korrupsiya şərait yaratmayıb. Yəni, bu bəzi məktəblərdə son vaxtlar bilmirəm, bu qeyri-rəsmi nazirliyin tapşırığıdır, yoxsa məktəb direktorlarının öz şəxsi təşəbbüsləri, öz inanclarıdır. Baxın, siz evinizdə nə istəyirsiniz, eləyin. Evinizdə gedin, hicabsız gəzin, evlatlarınızı hicab taxdırmayın, necə istəyirsə, heç kim sizə qarışmır. Heç kim sizə qarışmadığı kimi siz də heç kimə qarışa bilməzsiniz. Siz məktəblərdə insanların baş örtüsünə yox, oxumağına, təhsilinə, problemlərinə maraqlanın. O uşağı çağırıb soruşmaqdansa ki, sən evdə məzmur mu eləyirlər başını bağlamağa? Soruş ki, valla sən evdə atan, valideyn, əgər ürəyin yanırsa, işıq pulu verə bilirsinizmi? Su pulu verə bilirsinizmi? Normal qidalana bilirsənmi? Nəyəsə ehtiyacın varmı? Kitaba ehtiyacın varmı? Dəftərə ehtiyacın varmı? Məktəb direktorlar bununla maraqlanın da. Sizin cəmaatın dininlə, imanınla nə işiniz var? Yəni, baxın, Epşteyn hadisəsi ortalıqda olduğu bir zamanda siz daha da sevinmək əvəzinə ki, bizim evlatlarımız, gənclərimiz əxlaqlı bir dinə etiqad eləyirlər, əxlaqlı insan kimi yetişirlər. Buna yox, verin bütün gənclərimizi internetə qurban, sosial şəbəkələrə qurban, sonra satanist, şeytanist çıxsınlar ortalığa. Bunu mu istəyirsiniz siz? Yəni, mən buradan Təhsil Nazirliyinə müraciət edirəm bir partiya rəhbərliyi kimi, narahat partiya, bir siyasi figur kimi. Çünki mən bilirəm, bu məsələlərin kökü yaxşı yerə getmir. İnsanların inancına müdaxilə eləmək olmaz. Qanunvericiliyə zid kimsə addım atırsa, qanun var, qanun çərçivəsində məhkəmələr var, onunla həll edir. Yoxsa kimin yatıb yuxuda nə görür, səhərsi gün gəlir, rəhbərlik elədiyi orqanları onu tətbiq eləyir. Buradan Təhsil Nazirliyinə müraciət edirəm. 17 saylı Sumqayıt şəhər məktəbi və digər məktəblər də var. Mən inşallah bir gün buna ətraflı şəkildə ad-ba-ad deyəcəm və soruşacağım. Görək, buna siz mi tapşırıq vermişsiniz? Hörmətli Emin Əmirullayev, siz mi tapşırıq vermişsiniz ki, insanların təhsilinlə yox, tərbiyəsindən yox, baş örtüsündən maraqlanın? Və yaxud da Respublika Prokurorluğuna və Respublika Prokurorluğuna və Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edirəm burada. Burada bir təxribat izi axtarmaq lazımdır. Kimdir bu insanları narazı salan? Qaçınmayan yerdən qan çıxartmaq istəyənlər. Araşdırın bir. Konstitusiyamızı müdafiə eləmək lazımdır. Konstitusiyamızın bəndlərini müdafiə eləmək lazımdır. Vicdan azadlığını müdafiə eləmək lazımdır. İnsanların təhsilinlə, tərbiyəsindən maraqlanın. İnsanların başının örtülüdür, açıqdır. Bu sizin nəyinizə lazımdır ki, özü bilər. Sabah istəyər açar, sabah istəyər bağlanar, 18 yaşında istəyər açar, istəyər bağlanar. Yəni, bu nə məsələdir? Bu nə biabırçılıq? Dünya artıq bu məsələləri qutarıb, Marsa çıxıb kimlərsə bizi geriyə çəkməyə çalışır. Güman edirəm ki, aidiyyatı qurumlar bizim bu müraciətimizə baxar və aidiyyatı addımları da atarlar. Təşəkkür edirəm bir daha, sağ olun.